GIMP proqramına həsr etdiyimiz ikinci dərsimizdə sizləri salamlayıram. Xatırladım ki, bundan əvvəlki dərsimizdə GIMP proqramının burada gördüyünüz alətləri haqqında məlumatlar almışdıq. Onların istifadə funksiyalarını və bununla yanaşı alətlərin özünün xüsusiyyətlərini sizlərə az da olsa izah etmişdik. Birinci dərsimizi izləmək şərti ilə ikinci dərsimizi izləyin və GIMP proqramı haqqında daha geniş məlumatlar əldə edin. Bundan sonraki dərslərimizi də bir-bir internetə yerləşdirdikcə inanıram ki, izləyərək GIMP proqramına tam hakim olmağa çalışacaqsınız. Xatırlatdığımız kimi GIMP proqramı Photoshop proqramına bənzər və hətta bəzən daha üstün funksiyalar təqdim edən bir montaj proqramıdır. Həmin montaj proqramının üstünlükləri ondan ibarətdir ki, heç bir ödəniş tələb etmədən onu istifadə edə bilirsiniz. Gördüyünüz iş sayəsində sağ düyməni vurmaqla, File Open əmrini verməklə GIMP proqramına şəkildən hər hansı birini gətirdik. Və ardıcıl File Open vurmaqla ikinci bir şəklimizi buraya gətirək. İki ədəd şəklimiz hal-hazırda GIMP proqramının gördüyünüz kimi iş sayəsində yerləşib. Biz burada gördüyünüz silahlı qüvvələrimizin əskərinin şəklini kəsib, hal-hazırdakı biz tarixi torpaqlarımız olan Qarabağda Kəlbəcər rayonunun şəklidir, montaj etməyə çalışacaq. Əskərimiz hal-hazırki vəziyyətdən götürülüb Qarabağ torpaqlarında yerləşdiriləcəkdir. Bunun üçün əvvəlcə seçmə alətini sizlərə göstərim. Demək, seçmə aləti daha yaxşı bir seçmə aləti gördüyünüz kimi burada verilmişdir və qaçı işarəsidir. Klaviaturadan kontrol düyməsinin basılı saxlamaqla mausun təkərini aşağı-yuxarı hərəkət etdirməklə kiçildib yaxınlaşdırmaq olar, yaxud biz kontrol basılı saxlayaraq yaxınlaşdırdıq. Boşluq düyməsini basılı saxlamaqla, deməli, əgər ox seçilirsə, təbii ki, mausu hərəkət etdirəndə sağa-sola da hərəkət etdirə bilirik. Və biz indi artıq qaçı işarəsini seçib işləməyə başlaya bilərik. İzləyirəm əskəri düymələr vurmaqla. Artıq onu deyim ki, bu halda izləmə getdiyi zaman boşluq düyməsini basılı saxlasanız, mausu hərəkət etdirdiyiniz zaman şəkil də hərəkət etməyə başlayar. Boşluq düyməsindən əlimizi çəkdikdə isə izləmə davam edə bilər. Yaxud əməliyyat hal-hazırda icra olunduğu zaman mausun təkərini kontrol düyməsini basılı saxlamaq şərtindən irəliyə doğru hərəkət etdirsək, bu zaman şəkil daha çox yaxınlaşır bizim üçün. Bunu da edə bilərsiniz. Yəni, irəli və geri hərəkət etdirməklə yaxınlaşdırıb uzaqlaşdıra bilərik. Boşluq düyməsini basılı saxlayıb şəkili müəyyən istiqamətdə yer dəyişmə edə bilərik şəkil üzərində. Gördüyünüz kimi bu işarənin gözəlliyi odur ki, Photoshopdan fərqli olaraq düzəlişlər edə bilirsiniz. Məsəl üçün, belə bir variant olsa, bunu buradan tutub, bura bir nöqtəni qoyub və bunu yenidən gətirə bilərik. Sonradan qayıdıb bunun üzərində dəyişiklik edə bilirik. Photoshopda bu mümkün deyil. Gördüyünüz kimi burada Photoshopda bu mümkün deyil. Bunu burada edirik. Təbii ki, çox yaxınlaşdırmışam və bu bizim üçün daha üstün şərait yaradır ki, daha yaxşı seçə biləm. Çalışmaq lazımdır ki, nöqtələri daha çox qoyaq. Çünki onlar bizə seçdiyimiz hissəni sonradan nizamladığımız zaman daha çox kömək edir. Və bundan əlavə onu da nəzərinizə çatdırım ki, nöqtələr yaxın qoyularsa, şəklin gördüyünüz kimi üzərində izləmə apararkən, məsəl üçün bu halda qara və boz rənglər arasında
nöqtələri biz qoyuruq və özü rəngə uyğun olaraq yapışır şəklin o qıraqlarına, rənglərin yəni kənarlarına. Məsəl üçün, qara və boz rəngi izləməsində daha asandır gördüyünüz kimi. Yəni, rəng fərqi olaraq bu işarə izləməkdir. Mən qəsdən torpaqdan da bir hissə götürürəm. Qaçı işarəsinin üstünlüyü ondan ibarətdir ki, yəni bu işarə mouse'un sol düyməsi ilə zərbələr vurduğumuz zaman təbii ki, nöqtələri qoyur seçir. Amma gördüyünüz kimi yapışır. Yəni izləmə zamanı özü rəng fərqini hiss edərək, bax bu formada rəng fərqini hiss edərək şəkili daha asan izləyir. Amma digər, məsəl üçün, izləmə işarələrindən biz bundan əvvəlki dərsdə danışdıq. Onların belə üstünlüyü yoxdur. İndi baxaq buraya. Necə dəyişiklik oldu. Məsəl üçün, burada rəng fərqi az olduğu üçün mən nöqtələri daha yaxın qoydum. Gördüyünüz kimi şəkil izlədik və bəzi məlumatlar verdim. Bu daha gözəl izləmə aləti idi. Nəyə görə? Məsəl üçün, biz digər izləmə alətlərindən bu da sərbəst seçim alətidir. Onunla da izləyə bilərdik, amma qaçı işarəsi dediyim kimi rəng fərqi hiss edərək rənglərin birləşəcəyi yerə daha asan yapışır. Və biz indi hal-hazırda gördüyünüz kimi burada düzəlişlər eləyə bilərdik. Gördüyünüz yəni çəkməklə, əlavə etməklə, məsəl üçün buradan tutub dartmaqla düzəliş etmək olar. Və kontrol düyməsini basılı saxlayıb mouse'un üzərindəki tək hərəkət etdirməklə gördüyünüz kimi uzaqlaşdırıb yaxınlaşdıra bilərəm. İndi mən heç bir yerdə boş sahədə vurmadan klaviaturadan Enter-ni vururam ki, Photoshopda olduğu qaydada, yəni seçilmiş hissə izlənsin. Görürsünüz, artıq Photoshopda belə izlənir. Yəni dəyişiklik etmək mümkün deyildi belə dartmaqla. Nəysə, artıq biz seçilmiş hissəni izləmişik. İndi bunu digər şəklin üzərinə aparmaq üçün Ctrl-C klaviaturadan, yəni editdən copy. Burada isə Ctrl-V düymə kombinasiyasını istifadə edə bilərik. Paste. Şəkil buraya düşür. Və təbii ki, indi şəkil gördüyünüz kimi əlavə bir qat oldu. Bu alt fonudur, şəklin altdakı şəkil. Şəkil altdakı şəkildir. Bu isə üst, yəni indi gətirdiyimiz qatdır. Həmin qatı kiçiltmək lazımdır. Təbii ki, kiçiltmə işarəsi buradan istifadə edəcək. Bu daşıma işarəsidir. Bir yerdən digər yerə daşıya bilərik. Məsəl üçün, belə qoysaydıq, daşıya bilərdik. Yaxud kiçiltmə işarəsi bundan qabaqda keçmişdik. Buradan gördüyünüz kimi istifadə edə bilərik. Bir çox işarələrimiz var. Scale tool nə idi? Bax, bu işarə bundan əvvəlki mövzuda da keçdiyimiz kimi kiçildəcəkdir. Bunu aktiv qoyuram. Niyə? Aktiv qoymasam nə olacaqdır? Şəkili belə görürsünüz, kiçildərkən şəklin forması itir. Ona görə də Scale tool alətini seçib şəkil kiçiltmək istəyiriksə, təbii ki, bu zaman bu zinciri bağlarıq və bağlayan zaman baxın, şəkili sağa sola dartsam da yenə də ölçüləri itirmədən kiçildir. Gördüyünüz kimi şəkili kiçildib böyüdə bilərəm. Bir dənə scale vuraq və buradan daşıma işarəsini seçərək şəkili biraz yuxarı qaldıraq. Biraz daha kiçiltmək olar, amma ehtiyac yoxdur. Şəkili sadəcə biraz belə qoymaq kifayətdir. Artıq şəkil bu hissəyə yerləşdi. Biz onu gördüyünüz kimi tam olaraq fona, arxa fonun üzərinə yerləşdirdik və şəkil üzərində hal-hazırda bu, təbii ki, bu fon üçün deyil, amma yenə də mən sizə seçmə işarəsini və kəsib buraya gətirməyi göstərdim. Ən sərbəst seçim işarəsi yapışaraq seçir. Burada da işarəni görürsünüz. İndi bir neçə əməliyyat etmək olar. Sadəcə düşünürəm ki, buna ehtiyac yoxdur. Biz buradan bulur alətindən həmişə izləmə aparırdıq. Yəni izlənmiş hissənin buraya yapışması üçün belə iz itirə bilərdik. Məsəl üçün, tutaq ki, burada daha canlı görünsün deyə, izlər qalmasın deyə belə edə bilərdik. Məsəl üçün, burada sonra select menyusundan invert versək tərsinə seçərdi.
Növbəti mövzularda biz bunları istifadə edəcəyik təbii ki. Buradan mən növbəti gətirdiyim qatı göstərə və gizlədə bilərəm. Yəni yer dəyişmək istəsəm buna baxa bilərəm. Buradan gördüyünüz kimi həmin bu işarəni vurmaqla mən artıq bunu fon üzərində birləşdirə bilərəm. Yaxud üzərində sağ düyməni vurub buradan da eyni əməliyyatı seçməklə mümkün idi ki, üzərində yerləşdirim. Daha yaxşı olardı ki, bunu yeni bir qat üzərinə gətirək. Növbəti dəfə onları da sizə edəcəm. Yəni, təxminən belə izah etmək olar. Məsəl üçün, bu gətirilməmişdən tutaq ki, silək bu hissəni ümumiyyətlə. Bu silmək, qatı silir, silməyi yerinə yetirir. Delete layer, yəni qatı sil. Məsəl üçün, bu seçdiyimiz işarəni oraya kopyalayıb aparmaqdan ötəri. Təbii ki, edit kopya verdikdən sonra, amma bu şəklin üzərinə çıxartmıram. Əvvəlcə boş bir qat açıram və qatın ölçüləri bu şəklin ölçülərindən bərabər olsa daha yaxşı olar. Ona görə əvvəlcədən bu şəklin ölçülərinə bu şəkil seçili vəziyyətdə image print size verməklə baxıram. Məncə belə vəziyyət daha yaxşı olar. 604-453. Demək bizim yeni açacağımız qat 604-453 gördüyünüz kimi piksel ölçüsündədir və bu şəklin üzərində, yəni bunun ölçüsünə qədərdirsə, həmin açdığımız boş qatın da ölçüsü o ölçüdə olacaq. Sadəcə buradan transparency verməklə, yəni açacağımız qatın şəffaf olmağını təqdim edirik. Məsəl üçün, foreground color versək, hal-hazırda burada gördüyünüz kimi öndə rəng qaradır və OK versək, qara rəngli bir qat açılacaqdır. Silirəm və amma açaraq bu işarəni vuraraq transparency verməklə OK verdik və şəffaf bir qat açıldı. Ona görə də buradan kopyaladığımızı bu şəklin üzərində edit paste vermirik. Yəni bu şəklin üzərində yox. Bu boş qatın üzərində edit paste edirik. Gördüyünüz kimi arxa fonun üzərində yox. Və indi arxa fonu aktiv edək. Ondan sonra bu iki gördüyünüz kimi demək açdığımız boş qatı və üzərinə gətirdiyimiz hissəni biz bu işarəni vurmaqla birləşdiririk. Yəni hal-hazırda bu hissə birləşmiş oldu. Amma ölçüləri dəyişmədən birləşdirdik. Ona görə şəklin bir hissə çöldə qaldı və mən birləşdirmədən öncə şəklin ölçülərini bir balaca dəyişmək istəyərəm. Gördüyünüz kimi aktiv qoymuşam. Məncə belə kifayət eləyər. İndi şəklin ölçülərini mən dəyişdirəndən sonra onun yerini dəyişirəm və birləşdirə bilərəm bunu. Təbii ki, bayaqki qaydada izlər itirilə bilər. Ən çox da yaxın qoyduğu hissədə bu əməliyyat etməliyik. İndi bu ikisini birləşdirərək bir qat yaratdım və altdakı fonun da qatı budur. Baxın, şəkil bunun üzərindədir. Bu isə fon idi. Demək, şəklimiz hazırdır. Gördüyünüz kimi burada yeni bir montaj qaydası keçdik. Yəni seçmə, izləmə, bir yerdən digər yerə daşıma, kopyalama və indi bunu qeyd etmək lazımdır. İstəsək bir yazı yaza bilərik. Ox, demək, daşıyıcı işarəni seçməklə biz yazını hərəkət etdirək. Sadəcə yazının üzərinə gətiririk. İşarə belə olanda hərəkət etdirmək olar. Artıq demək, qeyd etmək olar. Qeyd etmək üçün file, export, yəni shift ctrl E olaraq da bunu edə bilərdik. Daha sonra qeyd edəcəyimiz yeri seçirəm. Ekran, iş masasını seçdim. Burada adı təqdim edə bilərik.
eksport verməklə şəklin keyfiyyətini bizdən istəyəcək. 90% məncə yüksək keyfiyyət sayılır, yaxşıdır. Təbii ki, daha çox etsəniz şəklin keyfiyyəti daha güclü olacaq və megapiksel də çox olacaq. O zaman yəni megapiksel çox olduğu üçün şəkil daha çox keyfiyyətli olur və bu zamanda yaddaşda megabayt olaraq da daha çox yer tutur. Export düyməsini vurdum. Artıq şəkilləri bağlaya bilərəm. Close without saving vururam ki, yoxsa altdakı gördüyünüz bu şəkil üzərində bu formada yaddaşda qalardı. Ona görə mən qeyd etmədən çıxdım. Daha sonra yenə sağ düyməni vururam. Boyut verərək discard changes dəyişiklikləri etmədən proqramdan çıxdım. Gördüyünüz kimi şəklimiz hazırdır. GIMP mövzusunda ikinci dərsimiz beləliklə sona yetdi. Əlavə suallarınız olarsa sonda gördüyünüz ünvanlardan bizimlə əlaqə yarada bilərsiniz. Mən Namiq Məmmədov. GIMP dərslərində ikinci dərsi yekunlaşdırıram. Növbəti dərslərimizdə görüşmək üzrə. Sağ olun, qalın.